virus ne edir? Mutasiya uğrayır. Deməli, virus hüceyrədir. Hüceyrədə DNT var. Virus hüceyrəni, nüvəsini keçirir ələ və başlayır orada özünü kopyalamaq. Yəni, genetik məlumatını keçirir ələ və başlayır özünü kopyalamaq. Məsələn, virusun adını qoyarıq. Məsələn, 1-2-3. Və o özünü minlərlə biləcək kopyalayır. Mutasiya nə deməlidir? Həmin bu kopyalama zamanı bir səhv baş verir. Məsələn, 1-2-3 idi virusun adı, oldu 1-2-4. Mutasiya uğradı. Və artıq, məsələn, mən bu virusla yoluxmuşamsa, mənim orqanizm ona qarşı antidesin istehsal edir. Və məndə həmin bu virus mutasiya uğrayıb. Və mən onun daşıyıcısıyam. Amma yenə də mən onda yoluxmam, çünki artıq məndə ona qarşı antidesin var. Və mən digər insanla qarşılaşdığım zaman, məndən o virus keçir ona. Sonra o da onu başlayır, yəni onda da mutasiya uğraya bilər və daşıyıcısı elə çıxılır. Bir insandan yoluxdurulur. Virusun 3 növü var. Tip A, B və C. Tip A epidemiyalara səbəb olur. Məsələn, hansı epidemiyalara səbəb olan virusları tanıyırsınız? Hansı tanıyırsınız? Donuz qripi, quş qripi ən çox yayılmışlar. Sonra B isə mövsümə uyğun. Məsələn, hansı mövsümlərdə biz daha çox xəstələnir? Qışdır, payızdır. C isə nadir hallarda olur. Bu epidemiyalara səbəb olan isə həmin o viruslar, biri var bir virus, DNT-ni keçirdələ. Biri var 2 virus, bir hüceyrə daxil olur və bir-birinin genlərini qarışdırırlar. Və qarışdırıldığı zaman artıq ağır bir formada bir virus yaranır. Və niyə o belə təhlükəlidir? Çünki dərmanlara davamlıdır. Həm sürətlə yayılır və dərmanlara davamlıdır. Bir virus.